Hoş gəlmişsiniz. Hoş geldiniz. Həmişə siz gələsiniz, bizim vətənə, elimizə, obamıza, Kərkicahan qəsəbəsinə. Bəli. Hoş gəlmişsən, hoş gəlmişsən, hoş gəlmişsən. Hoş gəlmişsən, hoş gəlmişsən. Sağlığın başına dönür. Siz de hoş geldiniz. Doğma vətənə. Sən Allah saxlasın. Sağ ol. Sən ki, Azərbaycan millətin öz vətəninə gəldin. Çox sağ ol. Sağ ol. İndi necə yaşayırsınız burada? Rahat yaşayırsınız? Rahat, qəşəng. Allah sağ dəyməsin. Dünya durdur-kan durdurmaz. Sağ ol. Ev də gözəldir. Gözəldir, qəşəngdir. Bu işğal dövründə harada yaşamısınız? Gəncədə. Gəncədə. Başmışıq Gəncəyə getmişik. Balaca otellər vardı. Yataqxanada. Bəli, elə bir adam orada olurdu, bir orada olurdu, bir-birinə qarışıq. İndi çox sağ ol. Gözəl evlər verirsən. 34 ildən sonra. Hə, 34 ildən sonra gəlib Kərkican qəsəbəsinə vurmuşuq. Çox sağ ol. Sağ olun. Təbrik edirəm sizi. Xoşbaxt yaşayın. Sağ ol. Allah can sağlığı versin, uzun ömür versin. Gözəl tikilişi var, gözəl tikmişsiniz. Yaxşı. Her şey təmirli, en yüksek seviyede. Hə. Sağ ol, başına dönüm. Çok güzel her şey çok güzel. Elimizi obamıza yığışdıq, şükür. Allah sizi prezidentlikdən əski eləməsin. Həmişə var olun. Kərkicahan qəsəbəsinə də xoş gəlmisiniz. Evimizin ilk qonağı siz oldunuz. Hoş gəlmisiniz. Sağ olun. Bir daha gəlmisiniz. təbrik edirəm sizi. Sağ olun. Rahat yaşayın. Doğma torpaqda. Allah sənin canını sağ eləsin. Sağ ol. Sağ dəyməsin. Sağ ol. Fürsətdən istifadə edib sizin qarşıdan gələn yerinizi təbrik edirəm. Sizi də təbrik edirəm. Bala neçə aydır? 13 günlük 13 günlük. Bəli. Maşallah. Kərkicahanın ilk köçkünlüyünün balası. Bəli. Gəncədə doğulur. Bəli. Təbrik edirəm. Çox sağ olun, çox sağ olun.